Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində təhsillə bağlı bir mühüm xəbəri diqqətinizə çatdıracağıq. 18 iyun tarixli və gündəm xəbər Trend İnformasiya Agentliyinə istinadən verəcəyimiz xəbəri diqqətinizə çatdırır. Belə ki, 10 il sonraki vəziyyəti təsəvvür etsək, deyə bilərik ki, bütün məktəblərdə sertifikasiya balı yüksək olan müəllimlər çalışacaq. Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. Qeyd eləyək ki, Vəfa Yaqublu bu sözləri təhsil verənlərin sertifikatlaşdırılması ilə bağlı ötən gün keçirilən briefing zamanı deyib. O həmçinin bildirib ki, artıq valideynlər məktəb seçmək məcburiyyətində qalmayacaqlar. Nəzərdə tutduğumuz ideal məktəb modeli də məhz budur. Valideynlər arzu eləyir ki, övladlarının təhsilində savadlı müəllimlər iştirak eləsin deyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu briefingdə deyib.